Velosipedlə zadla getmək ancaq piyada gəzdi o, yoxsa belə istat girmir də. Yəni piyada getmək daha əfsəldir. Velosipedlə getmək olar, miniklə də getmək olar məscidə. İnsan lap yaxın olsa da belə, insan istədiyi vasitə ilə gedə bilər. Amma məscidə piyada getməyin özünün fəziləti var. Nəyə görə? Hər bir addıma görə, attığın addıma görə bir günahın silinir, bir savab yazılır, Allah yanında və ya da cənnətdə dərəcən qalxır. Həmçinin də eyni formada o addımlarla evə qaydanda da belə eyni formada savablar yazılır, günahlar silinir. Duha namazını deyirəm. Yəni niyyətlənib getdin minikdən də həmin savabı əldə edirsən də. Yəni hədisdə gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, kim dəstəmaz alıb evindən və ya da işini atıb duha namazı üçün məscidə gəlib 2 rükət namaz qılarsa, onun üçün ümrə savabı var. Və kim də dəstəmaz alıb məscidə fərz namazını qılmaq üçün piyada gedərsə, onun üçün həcc savabı vardır. Piyada, bəli, hamısında piyada gəlir. Peyğəmbər sallallahu əleyhi və səlləm eyni hədisdir. Əbu Umamə hədisidir. Deyir ki, dəstəmaz alar, evindən çıxar piyada, məscidə gedər, fərz namazını qılarsa, əyninə ehram paltarını geyinib həccə gedənin savabını qazanar. Yəni evindən çıxıb gedib məsciddə fərz namazını qılmaq, sübh olsun, fərq yoxdur namazın, hər hansı namaz olsun, həcc savabını qazanırsan.